Əz-Zilzal, Zəlzələ surəsi Mədinədə nazil olmuşdur. 8 ayədir. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adıyla. İzə zulzilətil ardu zilzələhə. Yer özünə məxsus, yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək bir titrəyişlə titrədiyi zaman. Və əxrəcətil ardu əthqaləhə. Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını, ölüləri, mədənləri və xəzinələri çıxarıb atacağı zaman. Və qaləl insanu mə ləhə. Və onun köksündən çıxan insan təəccüb və dəhşətlə buna nə olub deyəcəyi zaman. Yevmə izin tuhaddisu əxbərəhə. Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar. Biənnə rabbəkə əvhələhə. Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir. Yevmə izin yasdurun nəsu əştətən liyurav ə'mələhum. O gün insanlar əməllərinin, haqq hesabının özlərinə göstərilməsi üçün qəbirlərdən dəstə-dəstə çıxıb, haqq hesab səhnəsinə tərəf gələrlər və əməllərinin qarşılığı ya eyni ilə təcəssümü onlara göstərilsin deyə haqq hesab mərkəzindən öz əbədi məskənlərinə doğru çıxarlar. فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ. Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onun qarşılığını, yaxud eyni ilə təcəssümünü görəcəkdir. وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.